Şair çok güzel deyip, insanlar çoxalır, ama insanlıq ölür. Mən deyərdim, nəinki ölür, artıq çoxdan ölüb. Təəssüf hissi ilə bunu deyəcəm, amma deməliyəm. Çox təəssüflər olsun. Çünki bu acı həqiqət və real bir faktdır. Hamımız da bunu həm görürük, həm də ki, şahid olmuş oluruq. Məsələ orasındadır ki, real həyatda olduğu kimi eləcə də sosial şəbəkələrdə də bu var, baş verir və olmazın dərəcəsində işıq sürəti ilə genişlənir, çoxalır və artır. Niyə bilmirəm? Mədəniyyətsizlik, tərbiyəsizlik, əxlaqsızlıq, ləyaqətsizlik və s. və s. Sosial platformalar ümumiyyətlə dəhşətdir. Deyiləsi deyil. Heç uzağa getməyək, elə götürək, hamımız qeydiyyatdan keçdiyimiz TikTok'dan. İraq yaşlılarından istisna olmaq şərti ilə nə qocasında, nə cavanında, nə qadınında, nə kişisində belə deyilən bir şey deyil. Demək olar ki, qalmayıb. Kiçik bir miqdarda və faizdə tək-tük seçmə edərək normal hansısa bir efirə və yaxud videoya rast gələ bilərsən. Niyə, nəyin göstəricisidir, nəyin səbəbidir, nəyin nəticəsidir, nədir buna vadar edən, mən vallahi bilmirəm. Bəziləri deyir ki, filankəs kasıbdır da ona görə, Fesmikanın pulu yoxdur da ona görə. Ay başınıza dönümsün. Mən bu suala cavab istəyirəm. Kasıbçılığın əxlaqsızlığa, təlxəxliyə, ləyaqətsizliyə, mənəviyyatsızlığa nə adiyyatı var? Mən bunu bilmək istəyirəm. Hələ ki, mən buna cavab ala bilmirəm. Yəni, məntiqli, tutarlı, mənalı bir cavab yoxdur. O qədər kasıb insanlar var ki, nə dəxlisi var ki? Yəni, mən kasıbamsa, deməli, mən özümü buraxmalıyam, axırıncı yola qoymalıyam, üzr istəyirəm, düşüşlük eləməliyəm, təlxəqli eləməliyəm, meymunluq eləməliyəm. Bu hansı məntiqə uyğundur? Hansı mövqedən yanaşmada, hansı aspekt, hansı prizmadır? Baxıram belə TikTok'a, həqiqətən əlim ağzımda qalır. Qoca adamlar, 70, 75 yaş, 65 yaş və s. və s. Artıq o bəzi, hansı ki o cavan, ucuz kütlə var ki, onları qoydum bir kənara. Bir daha İraq yaxşılarından istisna etmək şərti ilə mən bunu söyləyirəm. Çünki zaten məni tanıyan bilir ki, mən heç vaxt cəmi haldan danışmıram. Vurğuluyuram konkret bir hansıysa bir obyekti və istisna edirəm. Filan kəs bu, o çıxmaq şərti ilə. Sadəcə dəhşətə gəlirəm. Mən bilmirəm, ümumi, yəni faiz olaraq ölçsək, neçə faiz mən dediyim normal və neçə faiz həmin o söylədiyim ucuz kateqoriyada olanlar. Yəqin ki, ucuz kateqoriyada olanlar qat-qat çoxdur. Çox təəssüflər olsun. Niyə insanlıq bu qədər ucuzlaşdı? Niyə insanlar bu qədər adiləşdi şəxsiyyət olaraq? Niyə bu qədər düşdü ən aşağı səviyyəyə? Mən deyərdim, plintusdan aşağı səviyyə. Bir daha deyirəm, söhbət həmin o kütlədən gedir. Səhər, günorta, axşam, gecə, bütün günü TikTok platformalarında, efirlərdə. Yenə deyirəm, sosial platformada olmaq ayıb olan bir şey deyil. Çox gözəl. Mən də varam. Buradan illərdir tanıyanlar bilir.
Facebook, Instagram və s. və s. Mən o tərxəqli eləyənlərdən danışıram. O mənəvən ucuzluq edənlərdən danışıram. Mən o ümumiyyətlə özlərini apara bilməyənlərdən danışıram. Nə bilim, insan nə dərəcədə arsız olar. Çox maraqlıdır. Yaxşı ustasan, gözəl əl işlərini paylaş. Təmir etdiyin hər hansı bir məkanları paylaş. Yaxşı dərzisən, tikdiyin paltarlarını paylaş. Yaxşı bəstəkarsan, bəstələdiyin musiqiləri paylaş. Savadlı həkimsən, gözəl reseptlər söylə, məsləhətlər ver sağlamlıqla bağlı. Hüquqşünassan, qanunvericiliklə bağlı gözəl məsləhətlər ver. Bunlar hamısı normal bir haldır. Və eləcə də bir çox misal çəkə bilərəm. Mən bir daha deyirəm, mən danışıram özlərini apara bilməyənlərdən. Və əksər o vəziyyətdədir. Yəni jetonlara görə, hədiyyələrə görə, qəpik-güpüklərə görə, nə bilim hansısa bir pula görə baxıram ki, hansı çildələ girməyənlər var, nə kimi çildlərə girməyənlər var. Biri yaşlı anasını otuzdurur, yanında tərxəqli meymunluq eləyir. Yaş övladı qoydum lap hardasa, bu təbii ki, bəraət deyil, ümumiyyətlə, cavandırsa, sən yaşlı adamsan, 65-70 yaşın var, hansı ağılla, biri yaşlı bir babasını, nənəsini, atasını otuzdurur, belə meymunluq, görünüşlərlə, nələrsə təqdim etməklərlə, insan nə qədər pula görə o qədər aciz və ucuzdaşar. Mənə çox maraqlıdır, pul hamıya lazım deyir, pul kimə lazım deyil ki? Pul hər kəsə lazımdır. Milyonu olan deyir 5 milyonum olsun, söhbət o deyil. Amma sən pulu qazanmağa bacarmalısan, pul səni yox. Burada isə tam tərsinədir. Valla deyiləsi çox şeylər var. Bunu zaten hamısını bir videoda sıxıb da qısa formatda təqdim eləmək olmur. Mən sadəcə təəssüf edirəm. Niyə? Bəzi insanlar bu qədər ucuzlaşdı. Bu qədər şəxsiyyətini satdı pula, jetona, hədiyəyə, nə bilim nəyə, son dərəcədə yanlış və böyük bir ayıbdır. Çox böyük bir ayıbdır. Nə deyəsən? Ancaq onu deyə bilərəm. Hansı yaşda olursan ol, Allah təki ağlımızı almasın. Çünki boş insan hər yaşda boşdur. 7-də nəsənsə, 17-də də, 27-də də, 70-də də olsan. Bura doludursa, o hər yaşda doludur. Boşdursa, apar tulla. Başqa nə deyim? Valla deyiləsi söz çoxdur. Amma ki, nə ehtiyac yoxdur, nə də ki, vaxtımız yoxdur. Öpürəm hər kəsi.